18 Mart 1937-ci ildə yaranıb Neftçi və məhz bugün 16 Mart tarixində 2025-ci ildə 88 illiyini futbol meydanında qeyd edəcək Asko Arenada Bayıl qəsəbəsində Bakı şəhərində. Və budur komandalar. Oyun iştirakçıları artıq meydana daxil olurlar. Start heyətində meydana çıxır. 96 İlkin Muradov, 77 Fərid Nəbiyev, 18 Süleyman Əhmədov, 20 Mert Çelik, 11 Rüfət Abdullazadə komandanın kapitanı, 10 David Gomis, 3 Dmitro Litvin, 4 Marko Nikoliç və 5 Gitay Sofer. Onun yanında komandaların kapitanları yer alıb, həmçinin ilişin məsəvi köməkçiləri bugün yan xətlərdə Elşad Abdullayevlə Pərvin Talıbov olacaq. 4-cü hakim funksiyalarını isə Elvin Bayramov yerinə yetirəcək. Qonaq komanda Neftçinin heyəti qapıda 93 kapitan Rza Cəfərov, 10 Filip Ozoviç, 19 Azər Salahlı, 4 Elvin Camalov, 91 Ağadadaş Salyanski. Hakimin fitindən sonra topa ilk toxunuş edən futbolcu oldu. Səbayıl Neftçi 27-ci turun qarşılaşması Misli Premier Ligası çərçivəsində. Höccət Akverdi yoxdur. O ötən oyunda 4-cü sarı vərəqəsini aldı və cəzalı duruma düşdü. Gəlin Neftçi bu hücumunu izləyək. Ervin Kofi topladı. Cərimə meydançasına yaxınlaşır. Bir qədər geriyə ötürmə verir. Elvin Camalov ara ötürməsi ünvana çatdı. Amma zərbə indirmək mümkün olmadı. Alex Fernandes'in önündən topu uzaqlaşdırdı. Ozoviç mərkəzi çəkilir. Sağ cinahda Ervin Kofi hücuma dəstək verir. Kofi. Öndə David Gomis var. Kofi ondan sıyrılır. Kofi cəriməçdə yaxınlaşır. Ötürməsini verir. Qapı önünə Azər Salahlı zərbə başla. Dəqiq alınmadı. Hələ keçlərdə çıxış etdiyi zamanda yaxşı hücum təşkil olunmuşdu. Ervin Kofi yenə də cinah keçidi ilə top tikisi Səbayıldan Ozoviç. Ozoviç və gol! Neftçi hesabı açır. 17-ci dəqiqədə Filip Ozoviç müdafiəçilərin səhvindən sonra dəqiq zərbə ilə topu Səbayılın qapısına göndərdi. Fərqləndi. Baxaq burada sadə vəziyyətdə geri ötürməyə dəqiq verə bilmədi İlkin Muradov. Ayağı büdrədi sanki və Ağadaş Salyanski topu qazandırdı Neftçiyə. Dərhal Ozoviçə ötürdü. Ozoviç əslində çox düşündü. Çox vaxt verdi ona Səbayıl futbolçuları və yekunda o dəqiq zərbə indirdi. Əlimizdə Müştabazadə də artıq reaksiya göstərə bilmədi bu topa. Ozoviç yanındadır. Ozoviç goldan sonra sanki kölgəyə çəkildi. Yeniden topu ələ keçirir Neftçi. Ozoviç ara ötürməsi Ervin Kofi. Kofi təkdir. Cərimə meydançasındadır. Ervin Kofi çəkdi sağına ötürməsini verdi. Elvin Camalovun zərbəsi və gol! 2-0. Elvin Camalov adlı tabloya yazdırır. Bax burada görəcəyik. Açıldı boş mövqeyə. Daxil oldu cərimə meydançasına. Çox soyuqqanlı davrandı. Ötürməsini də vaxtında verdi və Elvin Camalov dəqiq zərbə ilə topu əlinizdə Müştabazadənin qoruduğu qapıya göndərdi. Bu Elvin Camalov üçün Neftçi forması ilə ilk gol oldu. Qış transfer pəncərəsində sabahdan Neftçiyə keçdi Elvin və Neftçi forması ilə ilk golunu Asko Arenada vurdu. Və bu arada yerdə qalan Neftçi futbolçusu var. İndi həkimlər ona yardım göstərirlər. Hansı epizodda? Fərid Nəbiyev. Rüfət Səbayıl hücumdadır. İlk isə son dəqiqələrində və mükəmməl gol! Rüfət Abdullazadədən! Gözəl zərbə və gözəl gol! Əlbəttə ki, belə epizodlarda ehtiyatlı olmalıdır. Və bu da ilk hissənin final fiti. Səbayıl Neftçi qarşılaşmasında fasiləyə qədər komandalar 3 gol vurmağı bacardılar. İkinci hissənin başlamasına artıq saniyələr qalıb və Elçin Məsivin işarəsi ilə ikinci 45 dəqiqə başladı. Heyətlərə gəlin bir daha nəzər salaq. 5 ondan ibarət idi bu seriyə. Rüfət Abdullazadə cərimə meydançasındadır və penalti nöqtəsinə göstərir Elçin Məsiv. Yenə də Rüfət Abdullazadə Neftçiyə problemlər yaradır. İzlə epizodun təkrarını Mustafa Sek. Bəli, açıq-aşkar burada. Aha, epizodun əvvəlində Rüfət Abdullazadənin ofsaydda olması müzakirə mövzusudur. Gərgin görünür. Əlbəttə ki, komandası yaxşı başladığı maçda 2 topluq üstünlüyü əldən verə bilər. Amma bunun üçün hələ indi bir neçə şərtə əməl olunmalıdır. Birincisi, penalti qərarı var otağından qayıtmamalıdır. Qayıtdı. Artıq birinci şərtə artıq əməl olunmadı və
Offside-ın olduğu aşkarlandı. Bax burada görürük ki çiyini ilə bədənin yarısı ilə gövdəsi ilə önə çıxmış Rüfət Abdullazadə. Emir əla paslaşma, Mustafa Sek yerli ötürmə, Ozoviç, Filip Ozoviç və Elirza! Elirza Mustafazadə! Çox çətin topun, çox çətin zərbənin qarşısını aldı. Neftçi qapısından uzaq olan nöqtəyə. Mürçelik çox təhlükəli oynamışı Bassalı Sambu topu qazandı. Sambu sürət yıkmağa çalışır. Mert özünü çatdırdı. Sambu və yeri yıxılır. Bu qayda pozuntusudur. Əlbəttə və bu bəlkə də sarı vərəqədir, amma yox. Elçin Məsiyev və Səbayla maçda yeri gəlmişkən ilk dövrədə bu arenada fərqlənib. Kofin ötürməsi qapı qarşısına Matias. Top qapıdan al keçdi. Planlaşdırılan reallaşdı. Amma son zərbə dəqiq alınmadı. Matias nə dedisə Kofiyə, Kofi deyəsən hər şey doğru etdi. Başını tutur Kofi. Oruc Məmmədov. Emir Rüstəmov birbaşa cərimə meydançasına. Yuri Matias qarşılayır. Madigeta. Merçelik. O da cərimə meydançası oynayır. Gitay Sofir yeri yıxılıb və penalti nöqtəsinə deyil, cərimə zərbəsini təyin edir. Elçin Məsiyev və təkrara baxılmasını istəyir Səbail futbolçu. Hər iki tərəf etiraz edir. Neftçi qayda pozuntusunun olmadığını iddia edir. Səbail isə penalti istəyir və gəlin biz artıq öz qərarımızı verək. Deyəsən Elçin Məsiyev doğru qərar verdik. Təkrardan belə təəssüratı yarandı. Yəni qayda pozuntusu burada var idisə cərimə meydançasının kənarındadır. Bax, çox gözəl rakurs. Əslində burada Gitay Sofir Matias'ın ayağını tapdı aldı deyə bilərik. Madigeta, daha bir cəhət, daha bir imkan. Geta zərbəsi və Rza Cəfərov. Yaxın güclə topu çıxarır, amma offside. Bu qədər canfəşanlığa ehtiyacı yoxdur. Oyundan kənar vəziyyət var idi. İrəlidədir Səbayel, Rüfətin ötürməsi, ön dirəyə başla zərbə və Rza Cəfərov. İnanılmaz seyv, fantastik seyv Rza Cəfərovdan. Dilin altından çıxartdı bu topu. Oruc Məmmədov əylənməyə çox yaxın idi. Bu da oyunun finaldır. Səbayel Neftçi qarşılaşması Neftçinin 2-1 hesablı qələbəsi ilə yekunlaşır.